Doğrudan gənclər elə qlobal anlamda, təkcə bizim ölkə hüdudlarında yox, bir mənəvi boşluq yaşayırmı sizcə? Əlbəttə ki, bugünkü dünyanın ölkəmizdə daxil olma şərtilə ifadə etdiyiniz kimi gerçəkdən ölkələrin içərisindəki gənc nəsillərin bir tərəfdən bayaq söylədiyiniz o mütərəqqi texnikanın içərisində görürsünüz. Digər tərəfdən də Aya, Marsa meyilli olan, bu qədər texnologiyaya meyilli olan nəslin qarşısındakı insana, cinsə qarşı bir uzaqlığı yaranıb. Bu böyük bir fəlakətdir ki, ailələrdən qopma var. Məsələn, bizim milli kültürümüzdə, milli dünya görüşümüzdə ailə modelimiz var. Doğrudur, bu modelə qarşı da çox fərqli hücumlar var. Xüsusən mən söyləmək istərdim. Bizim gənc nəslin anaları Qarabağda şəhid oğulları dünyaya getirib. Fatih bir nəsli doğan bir əslində ana karvanımız var. Bu bizim Azərbaycanımızın güzgüsüdür. Bəli, bizim də ola bilsin ki, nöqsanlı, qüsurlu, bugün o karvandan kənarda olan, sürünən, nə bilim, ora tamaşa eləyən, seyrində olan insanlar da var. Bu, hər bir cəmiyyətdə olduğu kimidir. Amma bu məsələdə bir fəttah olan Allahın bir isminin təcəllisini biz Qarabağda yaşamış bir millət olaraq söylüyoruz ki, bəli, dünyanın əslində bugünkü gənc nəslini görəndə sabahçı dünyanın gedişatını izləmək mümkündür. Eyni zamanda bir xalqın gənc nəslini araşdır, onu seyr et və 5 il, 15 il, 20 ildən sonra bu xalqın, bu millətin haraya gedəcəyini analiz eləmək mümkündür. Ona görə ki, bizim bugünkü gənc nəslimizin əslində dünya görüşü, onların həyata baxış o fəlsəfəsinin içərisində hələ də o mənəviyyatı biz görürük. Bu qədər təsirlər olsa da, bu qədər müdaxilələr olsa da, imanında, dinində, milli dəyərlərimizdə, milli mirasın əslində daşınmasında o gənc nəslin gerçəkdən bir qəhrəman olduğunu, fədakar olduğunun şahidi ola bilirik ki və ümid edirik ki, bu millətin kökü sağlamdır. Bu millət ağacının bugünkü meyvələrinin içərisində çürük ola bilər. Amma sağlamları daha artıqdır. Biz bu sağlamlarla yanaşı, amma çürüməyə meyilli olanların da islah etməyə çalışmalıyıq. Onlara veriləcək mesajlar, onlara veriləcək nəsiyyətlər, onlara göstəriləcək gözəl qayğı, sevgi, mərhəmət də o insanları ayağa qaldıra bilər. Ola bilsin ki, Azərbaycan gəncliyinin içərisində elə bir gənc olsun ki, onun beyni sabahki Azərbaycan üçün, xalqımız üçün, vətənimiz üçün müstəsna bir beyin olsun, cins bir beyin olsun. Və ona görə demək olmaz ki, bu insandan heç nə olmaz. Əgər Allah yaradıbsa onu, o Quran-ı Kərimdə Rəbbimiz deyir ki, biz hər şeyi qədərində yaratdıq. İnnə cealnə kulli şeyin bi qədərin. Biz hər şeyi bir təqdir içərisində, qədər içərisində, ölçü içərisində yaratdıq. Düşünün bir mikroskopun altındakı o atomik dünya ilə bir teleskopun altındakı səma cisimləri. Araşdırın, görəcəksiniz ki, o böyük aləmin içərisindəki olan atomun dili ilə yazılmış sistem nədirsə, o kiçik mikro aləmin içərisində də bir ahəng var, bir bağlılıq var. Odur ki, dünya insanı əslində bir-birinə bağlıdır. Bayaq söylədiniz, qloballaşan dünya. Bugün qloballaşan dünya əslində artıq dünya elə bir hala gəlib çatır ki, ölkələr bunu bir kənd kimi, bir şəhər kimi ki, mənim mədəniyyətim hakim olsun, mənim istəklərim hakim olsun, bir dünyanın insanlarıyıq. Ona görə indiki gənc nəsil sabahki dünyada Azərbaycan dövlət gəmisini batırmamaq üçün daha adil, daha imanlı, daha irfanlı, daha milli, daha dini, daha doğru görüşdə olmalıdır.